Günay xanım, biz sizinlə isə onkoplastik və estetik cərrahiyyə əməliyyatlarından danışırıq süd vəzi xərçəngi zamanı və estetik əməliyyatlar ən çox o sual doğurur bizdə, hamımızda. Nə qədər düzgündür və fəsadları varmı həmin aparılan estetik əməliyyatların? Burada təbii ki, siz sadalayacaqsınız hansı estetik əməliyyatlardan söhbət gedir süd vəzində aparılan? Estetik əməliyyatlara keçməmişdən qabaq, mən onkoplastik əməliyyatlarda bir yekun demək istəyirəm. Amma əgər xəstə onkoplastik əməliyyat olunubsa, sonradan mütləq radioterapiyaya getməlidir. Yəni, süd vəzinin qalan hissəsində radioterapiya icra olunmalıdır. Və bu zaman biz cərrahlar elə taktika seçməliyik ki, pasiyent radioterapiyaya vaxtında gedə bilsin. Və yaxud da ki, bəli, əgər məsəl üçün xəstə əməliyyatdan sonra kimyoterapiyaya gedəcəksə, bu təxminən 1 ay ərzində baş verməlidir. Yəni 21 gündən 28 günə qədər artıq xəstə kimyoterapiyaya başlamalıdır. Və biz artıq, yəni məsəl üçün yaranın sağalma müddəti, implantın özünün həllini tapma müddəti və s. Yəni o cür hesablanmalıdır ki, xəstə digər onkoloji proseslərə gecikməsin. Yəni, bu məqamlarda nəzərə alınmalıdır. Qaldı ki, estetik əməliyyatlar dünyada, məsələn, Amerika Birləşmiş Ştatlarında ən çox icra olunan əməliyyatlardan biridir. Süd vəzinin implantla böyüdülməsi əməliyyatı. Hər bir xanımın estetik əməliyyat etdirmək haqqıdır və yəni burada heç bir əks göstəriş normada yoxdur.